Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 8-ci sinif texnologiya kitabının 14-cü mövzusu olan insan həyatında avtomatlar və avtomatika, həmçinin də avtomat qurğuların növləri və onların elementləri haqqında məlumatlar verəcəm. Deməli müəllimlər, ilk öncə baxaq görək avtomat sözü özü nədir? Biz deyirik ki, avtomatlar, avtomatika, avtomatik qurğular. Avtomat sözü müəllimlər, yəni insanın müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğudur. Yəni ki, biz məsəl üçün avtomat qurğularımızdan götürək paltar yuyan maşını və yaxud da soyuducunu. Onlarda necə olur? Yəni biz heç bir müdaxilə eləmirik. Onlar öz işlərini başlayır, belə deyək, fəaliyyət göstərir. Bunu nəzərə alaraq deyirik ki, insanın müdaxiləsi olmadan, yəni biz heç bir müdaxilə etmədən məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğuya deyirik avtomat qurğular. Ta qədimdən necə idi müəllimlər? Yəni ta qədimdə insanlar bilir ki, öz ovlarını məsələn əllə ovluyurdular, oxla ovluyurdular, paya, daş, bu kimi alətlərdən istifadə edirdilər. Zaman keçdikcə təbii ki, o vaxtdan elə başladı ki, hər şey təkmilləşir. Təkmilləşə hansı ki, indi müasir formaya çatıb. Yəni yəqin ki, bizdən sonrakı nəsillərdə daha fərqli nələrsə icad eləyəcəklər, nələrsə onlar da bizim vaxtımıza baxıb bu texnikaya belə deyək, köhnə kimi baxacaqlar. Hansı ki, biz indi necə baxırıq qədimdəki insanlara və qədimdə insanlar da ovlamaq üçün əvvəl oxlardan, yaydan, payadan istifadə edirdilərsə, daha sonra onlar da biraz təkmilləşdilər və ağılını işlədərək müxtəlif tələ növlərindən istifadə etdilər. Həmçinin burada kitabımızda bizdə cələ deyə vurğulanıb ki, cələ özü atan qundaqlı ox yay hazırladılar. Yəni cələ burada da həmçinin bizə verilib ki, bir tələ növüdür. Yadımızda saxlayaq, çünki testdə düşür cələ nədir deyə. Cələ bir tələ növüdür və avtomat sözünün ümumiyyətcə yaranışı baxaq görək hardan yaranıb. Deməli qədim Yunan sözü olubdur. Automatas sözündən götürülübdür və mənası da nə deməkdir? Onu da dedik ki, insanın müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən bir qurğudur. Daha sonra gəldik. Ümumiyyətcə müasir zamanəmizdə bir çox bayaq da vurğuladıq ki, avadanlıqların çoxsu avtomatlaşıb. Həmçinin də bunlara biz göstərə bilərik. Ümumiyyətlə bax belə müəyyən fabriklərdə artıq baxırıq ki, hər şey avtomatik qurğular nəzarət eləyir də. Tutaq ki, su qablarıdır, qazlı içkilərdir. Onu yəqin ki, məsələn, hər birimiz ən azı televizorda falan görmüşük ki, orada necə olur? Birinci butulkaları avtomat qurğular özləri gətirir, digər avtomat qurğuların içərisinə su daxil eləyir, digər onlar biraz irəliləyir, digər avtomat qurğular onların qapaqlarını bağlayır, digər avtomat qurğular onların üzərinə emblemlər vurur və s. yəni adlarını, markalarını. Baxırıq ki, bütün proseslərin hər birini avtomat qurğular özləri yerinə yetirir. Elə ona görə deyir ki, məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğu. Yəni avtomatik qurğular həmçinin məsəl üçün liftlərdə də bu cür nədir? Keçmişdə qədimdə necə idi? Liftçilər var idi, liftləri belə idarə edən, artıq belə liftlər də avtomatlaşıbdır. Həmçinin metroda bizə nəzarətçi turniketlər artıq müasir zamanədə qarşılayır. Turniket özü də bax burada verilib, jeton və kartla işləyən, fırlan xaçvari qurğusu olan nəzarət cihazıdır. Yəni turniket sözünü görəndə yadımıza metro gəlsin. Jeton, kartla işləyən xaçvari qurğu belə bir cihazdır. Məişətdə isə getdikcə daha çox belə deyək, avtomatik cihazlar yaranır, hansı ki, yenə vurğulayırıq, qab-yuyanlar, maşınlar, soyuducular və s. və l. İstehsalatda avtomatlaşdırma insanı ağır əmək tələb edən, həmçinin də sağlamlığına zərər vura biləcək işlərdən azad edir. Yəni həmin işləri öz çiyinlərinə yükləyir. Bax, bu avtomat qurğularımız. Avtomatlaşdırma avtomobil, tekstil, qida sənayesinin isə ayrılmaz bir hissəsidir. Avtomatlaşdırma nədir deyə düşür suallarda. Avtomobil, tekstil, qida sənayesinin ayrılmaz bir hissəsi hesab olunur. Daha sonra keçək növbəti hissəmizə. Deməli, daha sonra həmçinin kənd təsərrüfatında da biz avtomatlaşdırmadan geniş istifadə olunur. Bunlara məsəl çəkəcək, inqibatorları və örtülü iştilikləri misal göstərə bilərik. Örtülü iştiliklər dedikdə, məsələn,
parniklər falan, bax bunları nəzərdə tutur ki, orada da bilirik ki, avtomatik qurğular qurulub, onları havanı tənzimləyə bilir. Məsəl üçün görürük ki, qış aylarında artıq biz yay meyvələrini yeyə bilirik. Də bütün meyvələri artıq belə deyək, yay qış fəslində də onlar mövcud olur. Nəyə? Çünki bax həmin bu örtülü işdiliklərin hesabına ki, hansı ki, orada həmin belə deyək, qışda yaz fəsli yarada bilir o örtüşlərin içərisində və yaxud da yay fəsli. Bax bu cür istilik sistemi, istilik, ümumiyyətlə havanı o cür tənzimləyir ki, o meyvələr yetişir. Həmçinin də inkubatorlarda bilirik ki, necə olur? Yəni yumurtanı sadəcə olaraq seçirik, yerləşdiririk və orada hazır cücələr istehsal edir. Yəni bax bunların da hər biri avtomatlaşdırılmış qurğuların hesabına baş verir. Baxaq görə avtomatika nə deməkdir? Avtomatika isə elmin və texnikanın avtomatlaşdırılmış qurğuların quruluşunu və onların işləmə nəzəriyyəsini öyrənən sahəsinə deyilir. Deməli biz bayaqları öyrəndik ki, avtomatik dedik, avtomat daha doğrusu avtomatik qurğunu biz dedik ki, insanın belə deyək, müdaxiləsi olmadan məqsəd yönlü fəaliyyət göstərə bilən bir texniki qurğu idi. Avtomatika soruşsa artıq burada biz götürürük elmin, texnikanın avtomatlaşdırılmış qurğuların quruluşunu, onların iş nəzəriyyəsini öyrənən bir sahədir. Avtomatika belə deyək, bir sahədir, amma avtomat bir qurğudur. Bu cür yadır. Avtomatika, məsəl üçün o bir sahə, bir yön, bir elm, bax bu cür nəzərdə saxlayın. Amma avtomat dedikdə bir qurğunu nəzərdə tutur da. Bu cür yadımızda saxlayırıq. Həmçinin bax bu hissə düşür testlərdə. Elmin və texnikanın avtomatlaşdırılmış sözünü görsək də yenə həmən bilərik ki, bu avtomatikaya aiddir. Daha sonra maddələrin istilik təzyiqinin azacıq dəyişməsi nəticəsində bilirik ki, qəzalar, itkilər və qüsurlarla nəticələnən hadisələr baş verir. Bax belə hadisələrin sürətini tənzimləməliyik. Həmin bu sürəti tənzimləmək üçün isə biz texnoloji proseslərin və yaxud da avtomatlaşdırılmanın olması zəruridir. Baxaq görə avtomatlaşdırılmış qurğuların hansı növləri mövcuddur? Deməli, avtomatlaşdırılmış qurğuların dedikdə avtomatlaşdırılmış. Burada mexaniki, elektromexaniki, elektron və termoelektrik sözünü yadımızda saxlayırıq. Avtomatlaşdırılmış qurğuların növləri. Burada bəzən avtomatik qurğuların növləri də ola bilir. Yəni burada qısadır. Mexaniki, elektromexaniki, elektron və termoelektrik. Amma düşsə ki, avtomatik qurğuların hansı hissələri var. Avtomatik qurğuların isə bax burada özündə görürük ki, bax burada avtomatlaşdırılmış qurğu deyir, bir sözdür. Düzdür, avtomatlaşdırılmış. Burada mexaniki, elektromexaniki, elektron və termoelektrik götürürük. Amma desək ki, avtomatik qurğuların növləri, daha doğrusu qrupları. Növləri mexaniki, elektromexaniki, elektron, termoelektrikdir. Amma qrupları isə avtomatik qurğuların növləri isə avtomat nəzarət, avtomat mühafizə, avtomat tənzimləmə və avtomat idarə etmədir. Yəni belə deyək ki, nəyə nəzarət eləyirik? Mühafizə elədiyimiz, qoruduğumuz bir şeyə mühafizə eləyirik. Doğrudur. Bax, nəzarət dedikdə daha sonra mühafizəni onunla belə deyək, birləşik yadımızda saxlayırıq. Avtomat tənzimləmə, nəyi tənzimləyirik? İdarə, bir şeyi tənzimləyiriksə, deməli onu idarə eləyirik də biz, doğru. Tənzimləmə ilə də idarə eləmə sözünü, bax bir söz belə deyək, sinonim söz kimi yadımızda saxlayırıq. Nəzarətlə də mühafizəni. Yenə deyirəm, əgər düşsə ki, avtomatik qurğu 4 qrupa bölünür, amma avtomatlaşdırılmış. Bax, biraz uzun. Əgər sözümüz uzundursa, avtomatlaşdırılmış, onda biz qısa sözləri götürürük. Mexaniki, elektron, termoelektrik. Amma avtomatik sözümüz qısadırsa, bu zaman isə biz belə deyək, 2 sözdən ibarət olan hissələr götürürük. Avtomat nəzarət, mühafizə, tənzimləmə və idarə etmə qurğuları. Daha sonra baxırıq, müasir cihazlarda nə qədər mürəkkəb quruluşa malik olsalar da, mahiyyət etibarıca tərkibi, yəni eynidir. Hər bir avtomatlaşdırılmış qurğuda nələri var? Hər bir avtomatlaşdırılmış qurğunun ötürücüsü var, gücləndiricisi var, icra edici və istehsal edici mexanizmləri var. Deməli, bu hissə yadımızda qalır. Hər bir avtomatlaşdırılmış qurğunun ötürücüsü, gücləndirici, icra edici və istehsal edici. Yəni icra etmək, istehsal etmək. Belə deyək, bunlar da bir-birinə yaxın sözlərdir. İcra, nəysə bir işi görürüksə, deməli, nəysə istehsal edirik. İcra edici, istehsal edici, ötürücü, gücləndirici. Bax, sözlərin çoxsunda belə deyək,
belə nöqtəli saitlər belə deyək daha çoxdur. Bax bu cürdə yadımızda saxlaya bilərik. Ötürücü, gücləndirici, burada hər ikisində belə şəkilçilər var. Ötürücü, gücləndirici icra ediriksə istehsal edirik. Bax bu cür yadımızda qalsın. Ötürücü avtomat qurğunun işığa, istiliyə, təzyiqə, səsə, rütubətə belə deyək reaksiya verən bir hissiyatlı elementdir. Bunu bu cür yadımızda saxlayırıq ki, ötürücü avtomat qurğu təzyiqə, səsə, işığa, istiliyə reaksiya verən bir qurğudur. Əksər hallarda onlar bu təsirləri ölçüyə, ötürülməyə və idarə etmə siqnallarına çevirə bilir. Deməli, ötürücülər özlərinin belə deyək, hissiyatlı element, ötürücülər bir hissiyatlı elementdir. Yəni, o işığa, istiyə, səsə, rütubətə reaksiya verə bilir, hissiyat göstərə bilir və çox hallarda da həmin bu bacarığını, yəni bu hissiyatlı elementin sahəsində ölçüyə, ötürülməyə, idarə etməyə belə deyək, siqnal, həmin o ölçülməni, idarə etməni, ötürülməni siqnala çevirə bilir. Həmçinin də ötürücülər maşınların özünə məxsus gözləri, qulaqları, barmaqları hesab etmək olur. Deməli, ötürücülər haqqında nələr yadımızda saxlayırıq? Ötürücülər dedik ki, hissiyatlı elementdir. Yəni, nələrə qarşı hissiyatı var? İşığa, istiliyə, təzyiqə, səsə, rütubətə qarşı hissiyatlıdır və çox hallarda da bax bu hissiyatını ölçüyə, ötürülməyə və idarə etməyə rahat gələn elektrik siqnallarına. Yəni, bax, bu hissiyatlı olmağını o elektrik siqnalları ilə tez ötürür. Yəni, belə deyək, bir avtomatik bir cihazın daxilində nəsə bir problem olsa, bir istiliyimi çox olsa və yaxud da hər hansı bir işıqdır, istilikdir, rütubətdir, bax, bunlara qarşı nəsə bir problem yarananda tez siqnala çevirə bilir, bax, bu problemləri. Bu nə olur? Ötürücü. Həmçinin dedik ki, ötürücülər müasir maşınların qulaqları, gözləri və barmaqları hesab olunur və bir nüansı da yadımızda saxlayırıq ki, elektrik siqnallarının gücləndirilməsi üçün elektron gücləndiricilərdən də istifadə edirik. Həmçinin deməli bunların hər biri oldu ötürücülərə aid olan hissələr. Ötürücülər özləri nə idi? Dedik ki, hər bir avtomatik qurğunun mexanizmləri var idi və ötürücü də həmin mexanizmlərdən biri. Pilləvarı gücləndirmə elektromaqnit reley vasitəsilə həyata keçirilir və avtomat idarə etmə və tənzimləmə qurğularında siqnallar gücləndiricidən icra edici mexanizmlərə daxil olur. Gücləndiricidən mexanizmə daxil olur və mexanizmlərin köməyi ilə isə maşın və cihazların işçi orqanları hərəkətə gətirilir. Deməli, maşın və ya işçi orqanların mexanizmləri, daha doğrusu orqanları nəyin vasitəsilə hərəkətə gətirilir? İcra edici mexanizmlərin sayəsində və işçi orqanların hərəkətə gətirilməsi elektromaqnit və elektrik mühərriki vasitəsilə həyata keçirilir. Bunu yadımızda saxlayırıq. İşçi orqanların hərəkəti elektromaqnit və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Bunlar düşür sualda. İşçi orqanların hərəkəti nəyin vasitəsilə həyata keçirilir? Elektromaqnit və elektrik mühərrikinin köməyi vasitəsilə və avtomat nəzarətdə siqnal müşahidə və qavrama üçün bizə belə deyək, işi rahatlaşdırır da. Yəni avtomat nəzarət siqnal müşahidə və qavrama üçün rahatlaşır. Daha sonra gəldik avtomatlaşdırılmış qurğuların elementləri ilə daha yaxından tanış olaq və avtomat nəzarət qurğusunun modeli üzərində mayenin səviyyəsinə nəzarət mexanizmi ilə tanış olaq. Həmin bax bu mexanizmdir. Bu nə işə yarayır? Bu mayenin səviyyəsinə avtomatik nəzarət modelidir ki, hansı ki, məsəl üçün paltaryuyanların falan belə deyək, daxilində yerləşən bir qurğudur ki, orada suyun səviyyəsinə nəzarət eləyir. Bu qurğunun əsas vəzifəsi çəndə olan mayenin miqdarı haqqında məlumat verməkdir.
verməkdir. Yəni sadəcə olaraq avtomat maşınlarda olan, yuyucu maşınlarda olan suyun səviyyəsinə yox, yəni istənilən məsəl üçün həyətyanı sahədə olan çənlərin falan, yəni bu cür belə deyək suyun səviyyəsini ölçə bilir. Hansı ki, bəzən olur yeraltı çənlər olur ki, onların suyun səviyyəsini orada müşahidə eləmək, baxmaq olmur. Həmin bu qurğuları quraşdırırlar həmin hissəyə və həmin o yeraltı çənlər artıq dolarkən tam su səviyyəsi də tam maksimum dolanda artıq bu cihaz həmin çənə tökülən suyun qapanmasını gətirib çıxardır ki, yəni su qapanır, artıq su belə deyək çənə daxil olmur ki, çən daşmasın da. Çünki yeraltı çənlərdən söhbət gedir. Bu cür müəllimlər bu deməli maye səviyyəsinin avtomatik nəzarət modelini də hissələrini də yəni şəkilə baxaraq hər birini uyğunlaşdırıb öyrənə bilərsiniz.